bucaq anlayışı, həndəsənin əsas anlayışları, düz xət, şua, parça, bucaq. Bilirik ki, başlanğıcı olub, son olmayan düz xət nədir? Başlanğıcı olsun, son olmayan düz xət şua. Şuanın başlanğıcı var, amma sonu, yəni istədiyimiz sayda uzada bilər. Nə düz xəttin isə, nə başlanğıcı var, nə sonu var. Bu şuadır, şua. Amma düz xətti hər iki tərəfə uzatmaq olar. Yəni ona deyirik, eyni olmayan uzunluqdur. Düz xəttin eyni olmayan uzunluq. Yəni bunu sol tərəfə də istədiyimiz sayda uzada bilərik. Sağ tərəfə də istədiyimiz sayda uzada bilərik. Düz xətt hər iki tərəfə uzanır. Amma şua bir istiqamətdə uzanır. Yaxşı? Bəli, şuanın başlanğıcı var. Amma düz xəttin nə başlanğıcı var, nə sonu. Düz xətt müstəvini iki yarım müstəviyə ayırır. Görürüz, elə ki, lövhədir bir dənə müstəvidirsə, düz xətt onu iki yarım müstəviyə ayırır. Uşaqlar, düz xəttin üzərində aid olan nöqtələr və onun üzərində aid olmayan nöqtələr var. Deyək ki, məsələn, düz xəttdə kiçik hərflərlə işarə olunur. Deyək ki, A düz xəttidir. A düz xəttidir. A düz xətti üzərində olan A nöqtəsidir. Üzərində olan B nöqtəsidir. Üzərində olan C nöqtəsidir. Məsələn, M nöqtəsi düz xəttin üzərindədir, yoxsa yox? Xeyr. M nöqtəsi A düz xəttinə aid deyil. Belə yazırıq. A düz xətti, A nöqtəsi A düz xəttinə daxildir. Belə yazırıq. A nöqtəsi A düz xəttinə daxil, yəni üzərindədir. M nöqtəsi A düz xəttinin üzərindədir, yoxsa yox? M nöqtəsi daxil deyil, A düz xəttinə. Görürsünüz, düz xətt kiçik hərflə işarə olunur. Amma nöqtə böyük hərflə işarə olunur. Yaxşı? Yadınızda saxlayın. Müstəvi üzərində iki nöqtədən bir düz xətt keçirmək olar. İki nöqtədən neçə düz xətt keçirmək olar? Bir və yalnız bir düz xətt keçirmək. Bir nöqtədən isə, məsələn, bir nöqtədən sonsuz sayda düz xətt keçirmək olar. Həmin nöqtə, deyək ki, müstəvi üzərində bir dənə nöqtə qeyd edilmişəm, A nöqtəsi. Bu nöqtədən keçən düz xətt A düz xətdir, B düz xətdir, C düz xətdir, D düz xətt. Yəni, istədiyimiz sayda düz xətt keçirdə bilərik. Amma iki nöqtə verildi, neçə düz xətt keçirmək olar? Bir dənə düz xətt keçirmək olar. İnşallah, düz xəttin üzərindən nöqtələr verilərsə, burada neçə parça var, neçə şua var. Baxın, tutaq ki, düz xəttin üzərində iki dənə nöqtə yazır. A nöqtəsi, bir də B nöqtəsi. AB bizim üçün parça adlanır. AB, başlanğıc və son nədir? Məhduddur, düzdür. İki nöqtə arasındakı məsafəyə, düz xəttin iki nöqtəsi arasındakı məsafəsi parçadır. Və yaxud da deyə bilərik ki, iki nöqtə ilə məhdud olan düz xəttə parça deyilir. Yəni, başlanğıcı da var, sonu da var. Uzunluğu məlumdur. Düz xəttin uzunluğu məlum deyil. Amma parçanın uzunluğu məlum. Deyəcək ki, 10 sm parça çək, 15 sm parça çək. Eləmi? Yəni, parçanın uzunluğu məlum. İndi burada iki nöqtə var. AB parçası ilə BA parçası bir-birinə bərabərdir. Ya AB parçası dedik, ya BA parçası dedik. İkisi də bir-birinə bərabərdir. Amma AB şuası ilə BA şuası ayrı-ayrı şualar. AB şuası deyəndə başlanğıc budur. AB şuası hansı istiqamətdə yönəldir? Sağa doğru. Amma BA şuası deyəndə B, başlanğıc B-dədir, şuamız sola doğru yönəldir. Yaxşı? Şuanın birinci hansı hərf AB şuası deyilsə, başlanğıcı A olur. BA şuası deyilsə, başlanğıcı B olur. Yaxşı? İndi uşaqlar. Deyək ki, düz xətt üzərində iki dənə nöqtə var idi, düzdür? Neçə parça var idi? Yox, AB parça dedik. Amma neçə şua dedik? 2. İndi bəlkə düz xətt üzərində nöqtələr sayı çoxdur. Məsələn, A düz xəttidir. Üzərində nöqtə götürək. A nöqtəsi, B nöqtəsi, C nöqtəsi, D nöqtəsi. 4 dənə nöqtə var, düzdür? Bax, buradakı parçaları bir-bir saysaq, biraz əziyyət olsa da, AB parçası, AC parçası, AD parçası, sonra BC parçası, BD parçası, CD parçası. Neçə dənə parça var?
Neçə nöqtə var idi? Bax, görsən 4 nöqtədən neçə parça yarandı? 6 dənə parça yarandı. Düzdür? Nöqtənin sayı az idi, tapa bildik. Saydıq da. Biraz nöqtələr çox olsa, bu qədər saymağa ehtiyac yox. Düz xəttin üzərində n dənə nöqtə varsa, yəni nöqtələrin sayı neçə dənədirsə, n nöqtə varsa, parçaların sayı n vuraq, n minus 1 bölünsün 2. Olar. Və yaxud neçə nöqtə var idi? 4 vuraq, 4-dən birini çıxın, 3-ə, 12, 6. Sanki 10 dənə nöqtə olsa, onu vurarıq, ondan biri əskət, 9-a 90, 90 da 2-ə bölsək 45. Bizə 45 dənəni saymaq bizə çətin olar, eləmi? Düstur bizə nəyi göstərdi? Parçaların sayı. Və neçə dənə şüa var? AB şüası, AC şüası, AD şüası, BC şüası 4 dənə sağadırsa, 4 dənə də hara olur? BA, BC, BD. Bəli, onda şüaların sayı yazırıq. Şüaların sayı, bəli, şüaların sayı bərabərdir 2n olar. Yəni, n dənə nöqtə varsa, şüaların sayı. N dənə nöqtə varsa, şüaların sayı olar 2n. Yadda qalar? Aysa. İndi keçək bucağa. Birlikdə bucaqlar, hansı bucaqları tanıyırıq? Bəli, bu bizim 90 dərəcədən kiçik olan bucaq, iti bucaq. Alfamız 90 dərəcədən kiçikdir, bildik ki 0 dərəcədən böyükdür. Bu oldu hansı bucaq? İti bucaq. 90 dərəcəyə bərabər olan bucağımız hansı bucaqdır? Bu oldu düz bucaq. Alfadırsa, alfa bərabər neçə dərəcə? 90 dərəcə. Düz bucaq. Sonra 90 dərəcədən böyük, 180 dərəcədən kiçik olan hansıdır? Alfamız 90-dan böyük, 180-dən kiçik. Kör bucaq. Kör bucaq. Bir də bilirik ki, 180 dərəcəyə bərabər olan bucaq açıq bucaqdır. Buna deyirik, əks şüaların əmələ gətirdiyi bucaq açıq bucaqdır. Və dərəcə ölçüsü neçə dərəcədir? Dərəcə ölçüsü 180 dərəcəyə bərabər. Alfa bərabərdir 180. Və bir dənə də bilirik, tam bucaq, o da olur çevrə. Çevrəmiz neçə dərəcə? 360 dərəcədir. Hansı bucaq adlandırır? Tam bucaq. Tam bucaq. Bucağa tərif verə bilərik ki, bax, uşaqlar. Birincidə deyək ki, O, A, B-dir, eləmi? OB də şüadır, O, A da şüadır, düzdür? O hər ikisi üçün nədir? Ortaq. Ortaq başlanğıcı. İki şüanın əmələ gətirdiyi figura nə deyirik? Bucaqdır. Bucağın da dərəcə ölçülərini artıq tanır. Düzdür? İndi uşaqlar. Açıq bucağın, yadımızda saxlayaq, açıq bucaq belə, daxilində iki dənə şüa çəkmişəm. Burada neçə dənə bucaq var? Onları saymaq bizə çətinlik törədərsə, bax, bir bucaq bu, ümumi açıq bucağın özü. Sonra, ikinci bucaq bu, üçüncü bucaq bu, dördüncü bucaq buradakı, beşinci bucaq bu. Sonra 6-cı bucaq bu. Düzdür mü? Ayrı bucaq görünür orada. Hamısını çəkdik, eləmi? Biraz qarışıq olur, düzdür? Bunu da tapmaq üçün açıq bucağın daxilindən n dənə şüa çəkilirsə,
Burada alınan şüaların sayı neçədən olur? Bax, artıq bu açıq bucağın deyək ki, başlanğıcından çəkilmiş şüaların hər biri sayda sayılır. 1, 2, 3, 4, 5. Görürsünüz, bu açıq bucağı ki, deyək ki, göstərən ki, düz xəttimiz var. O neçə dənə şüadan ibarətdir? 2 dənə. Oradakı şüaların ikisini də sayırıq. O bizə deyəcək ki, 3 dənə daxilindən 3 dənə şüa çəkmişəm. 1, 2, 3 dənəsini çəkmişəm. Amma burada neçə şüa var? 5 dənə. Buradakı bucaqların sayı bayaq kimi n vuraq n-1 bölünsün 2-yə bərabər. N vuraq n-1 bölünsün 2 dənə orada bucaq var. Neçə dənə şüa var orada? 5 dənə, eləmi? 5-i 5-dən birini çıxsam 20, 10. Deməli orada 10 dənə bucaq var. Biz bayaqların neçə dənə burada şüa daxildə şüa çəkmişdik? 2 dənə. Neçə şüa yarandı? 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə. 4 vuraq, 4-dən birini çıxanda 3 bölə 2 neçədən eləmişdi? Biz də elə 6 dənə saymışdıq, elə mi? Ay sağ ol. Yəni bir sözlə açıq bucağın daxilindən şüalar keçirdikdə bucaqların sayını bildik. Ay sağ ol. İndi uşaqlar, bizim qarşımıza məsələlər çıxanda düz bucağın, açıq bucağın. Bizə məsələ verər ki, AOB düz bucağının AOB düz bucağının daxilindən OD şüası keçirilmişdir. Bilirik ki, AOB bucağı neçə dərəcədir? Bucaq AOB bərabər 90 dərəcə. Məsələdə deyə bilər ki, AOD bucağı AOB bucağının 6-dan 5-idir. Baxın, həmişə yadınıza saxlayın ki, AOD deyilsə, ortadakı hərf hansısa onu götürürsünüz. Bax, AOD, baxın, qara rəhlə gəlir. AOD. Bax, bu bucaq, bu deyək ki, alfa bucağı. Ümumi AOB bucağın 6-dan 5-idir. Ümumi neçə dərəcədir AOB? 90-ın 6-dan 5-ini tapa bilərik də biz. 6-ya böləndə 15, 5-ə vuranda deməli, bu alfa 75-dir. Görək bizdən AOD-ni soruşur, yoxsa BOD-ni soruşur. Onu diqqətli oxuyun. BOD-ni soruşsa, BOD. Bəli, ümumi 90 idi, 75-in də çıxanda burada neçə dərəcə qalar? 15 dərəcə. Deməli, bu bucaq 15 dərəcə. Oldu mu? Və yaxud da deyər ki, düz bucaq BD şüası ilə 2-nin deyək ki, 4-ə nisbətdə bölünür. Biri 2K-dır, biri 4K-dır. 6K-mız olur 90, K-mız neçə olur? 11. K-nın yerinə 15 yazılır. 2K-mız 15, 30. K-nın yerinə 4 yazılır, 60. Biri 30 dərəcə, biri 60 dərəcə olur. Olur? Ay sağ olun. Ola bilər açıq bucaqdan məsələ verər bizə. Deyər ki, açıq bucağın daxilindən çəkilən, deyər ki, AOB açıq bucağının daxilindən çəkilən OS şüası onu 7-nin 5-ə nisbətdə 2 bucağa ayırır. Deməli, böyük bucağımız 7K-dır, kiçik bucağımız 2K-dır. Bunların cəmi neçə dərəcədir? 12K. 180. Bax, burada yaranan o 2 dənə bucaqlar var. O 2 bucaqlar bir-birinə qonşudur. Qonşu bucaqların cəmi neçə dərəcədir? 180 dərəcə. Buradakı alfa ilə beta bucağı bir-birinə qonşudur. Qonşu bucaqların cəmi 180 olduğuna görə cəmləsək 9K-mız 180. K da bərabər neçə olar? 20. K-nı 20 tapışıq elə. 2K-nı tapırıq. 20-ni 2-yə vurarıq 40 dərəcə. 7K-nı tapar 140 dərəcə. Sizdən deyər bu bucaqlardan kiçiyini tapın 40, böyüyünü tapın 140. Deyər bu bucaqların fərqini tapın. 140-dan da 40-ın bəli. Bir də var uşaqlar. Qarşılıqlı bucaqlar. Bax. Buradakı 1 ilə 2 hansı bucaq oldu? Qonşu bucaq. Qonşu bucaqlarda 1 ilə 2-nin cəmi neçə dərəcə oldu? 180. Bir də var qarşılıqlı bucaqlar. Bucaq 1, 2, 3, 4.
1 ilə 3 qarşıdır. Bucaq 2 ilə də bucaq 4 qarşıdır. Qarşı bucaqlar bir-birinə bərabər. Versə ki, məsələn, qarşı bucaqlardan biri 30 dərəcə, digərini tap, burada 30. 30-dursa, buna qonşu olan bucaq neçə olar? Çünki qonşu bucaqların cəmi neçə dərəcə? 180 dərəcə. Oradan tapa bilərik. Yaxşımı? Şimdi belə bir məsələ qarşımıza çıxar. Uzunluğu 36 olan AB parçası üzrə C nöqtəsi qeyd olunmuşdur. Gəl uzunluğu bax desək ki, bu uzunluğu AB parçasıdır, 36-dır. Üzərində C nöqtəsi qeyd olunmuşdur. AC parçası CB-dən 3 dəfə böyükdür. CB-yə X deyirəmsə, AC ondan 3 dəfə böyük, bura neçə olur? Onda cəmi neçə X-dir? Bəli, cəmi 4X bərabər 36-dırsa, X-imiz neçə olur? Bizdən görün, haramı soruşur? AC-yə neçə X demişdik? 3-ə neçə eləyər? 27. Deməli, doğru cavab 27 olar. Uşaqlar, yəqin ki, santimetr, desimetr, millimetr bunları çevirə bilir. Bunlar qonşu bucaqları soruşursa, qonşu bucaqların cəmi neçə dərəcə olar? Qonşu bucaqlardan biri digərindən 4 dəfə kiçikdir. Qonşu bucaqsa, biri X-dirsə, o birisi nədir? Cəmi 180 olmalıdır. Cəmi 180 olmalıdır. 5X-imiz 180-dirsə, X-imiz neçə olur? 36 olur. Biri 36-dırsa, 36-nın 4 avrında 144. Bunların görürsünüz, fərqini soruşur bizdən. 144-dən də 36-nın çıxsana qalar. Biri o birisindən 108 dərəcə, B bəndi. 17-yə baxmışıq da. Elə yaxşı ki, 17-də də fərqini soruşur. Elə mi? 16-nı oxuyuq, 17-ni oxumuşuq. Sonra, belə məsələlər. 20-ci sualda uşaqlar, hansı bucaqlardır? Qarşılıqlı bucaqlar bir-birinə nədir? Deməli, mən 3x çıxaq 4-ü bərabər götürsəm, 2x üstə gələk 16-ya. Bu cür tənilləri həll edəndə x-ləri bir tərəfə keçidirik, ədədləri bir tərəfə. 2x keçdi sol tərəfə, çıxılır. 3x-dən 2x-in çıxanda 1x. Mənfi 4 keçir 16-nın yanına müsbət olur 20. Biz x-i 20 tapışıq, düzdür? Gətirək qiymətləri yerinə. 2-ni 20-yə vuranda. Üstünə də 16 gələndə. Bu bucaq 56-dırsa, bizdən AOD-ni soruşur. AOD, bax uşaqlar, bax. 56-sını çıxırıqsa neçəsi qalır? 124. Deməli, o bucaq 124 dərəcə. Oldu uşaqlar? Bax, eyni suallardır, izahlarını vermişik bunların. İzahlarını vermişik, sadədirlər. Bax, uşaqlar, qarşı bucaqlardır. 140-sa beta neçə olur? Aynı beta qonşu olan alfa neçə olar? 40. 140-dan da 40-ın çıxanda 100 dərəcə. Düzə düzəndə olmayan nöqtədən bunlar asandır. Hansının simmetriya mərkəzi yox? Uşaqlar, birisi simmetriya mərkəzindən. Bax, tutaq ki, çevrədir, eləmi? Görsən, bunun simmetriya mərkəzi var. Düzbucaqlıdır var, üçbucaqlı var, amma rombon simmetriya mərkəzi yoxdur. Düz xətti çevrə. Bunları özümüz bilirik. Düz xətti üzərində olmayan nöqtədən bu düz xətti aralarında 45 dərəcəlik bucaq olan neçə mail çəkmək olar? Bax, bu düz xəttin üzərində olmayan nöqtə belə həmin nöqtədən aralarındakı bucaq 45 dərəcə olan neçə mail çəkmək olar? Bir dənə mail, iki dənə. Şöyle, mail və perpendikulyar nədir? Proyeksiya nədir? Burada elə qarşımıza çıxdı deyək. Düz xəttin xaricindəki nöqtədən həmən düz xəttə çəkilən perpendikulyara ən qısa məsafə. Ən qısa məsafə deyirik perpendikulyar. Bax, bu ən qısa məsafə nə oldu? Perpendikulyar. Həmən nöqtədən düz xəttə çəkilən digər xətlərə deyirik nələr? Maillər. Bax, bunlar maillərdir.
Yəni son sayda mail çəkmək olar. Bir dənə perpendikulyar çəkmək olar. Bir dənə də paralel düz xətt çəkmək olar. Perpendikulyar işarə bilirik nədir? Ta ki A düz xəttdir, perpendikulyardır, B düz xətt. Amma A düz xəttdir, paraleldir, B düz xətt. Və bax, bu dedik ki, verilmiş nöqtədən ən qısa məsafə nə oldu? Perpendikulyar. Digər çəkilən xətt nə oldu? Maillər. Mailin oturacağı ilə perpendikulyarın oturacağı arasındakı məsafəyə deyəcək proyeksiya. Mailin proyeksiyası. Perpendikulyarın oturacağı ilə mailin oturacağı arasındakı məsafəyə deyəcək mailin proyeksiyası. Biri perpendikulyarın oturacağı olur, biri mailin oturacağı. İndi deyir 45 dərəcəli neçə mail çəkmək olar? Mailin oturacağı ilə perpendikulyarın oturacağı arasındakı məsafə proyeksiyadır. Yadımızda saxlayaq uşaqlar. Düz xəttin xaricindəki nöqtədən həmin düz xəttlə bərabər 2 mail çəkmək olar. Bura 45 dərəcədirsə, eyni ilə burada 45 dərəcə. Son sayda mail çəkmək olar. Amma birini sağa, birini sola çəksə, onlar bir-birinə nə olar? Bərabər olar. Yaxşı, evə 60-a qədər versək, məncə kifayət olar.